Bize alkin verib, karbon hidrogen rabitələrin sayı x-dır, sp3 hibrid orbitalların sayı y-dır, qeyri-polyar kovalent rabitələrin sayı 6-dır. Biz bilirik ki, ümumiyyətcə alkinlərdə ümumi formul CnH2 çıxılsın 2-dir. Qeyri-polyar nədir? Qeyri-polyar burada n çıxılsın 1 sigmamız var, 2 dənə də pimiz var. Bu da n üstəgəl 1. Yəni buradan n üstəgəl 1 bərabərdir, bizə verib 6. N də eləyəcək 5. Deməli, söhbət gedir C5H8-dən. Karbon hidrogen rabitələrin sayı, yəni x-ımız elə 8 hidrogenlərin sayıdır. sp3 hibrid orbitalların sayı da 4n çıxılsın 2 ilə hesablayırıq. Burada eləyəcək 12. 10, yəni 5-dən 2 çıxanda eləyir 3, 4-ə vuranda 12. Yəni burada 2 dənə karbon atom sp hibrid vəziyyətindədir. Qalır 3 karbon sp3, o da 3-də, hər sp3-də 4 orbital deməkdir. O da cavab da olacaq y-də 12. Yəni x8, y12 olacaq bizim cavabımız.